Azərbaycan kubokuna Sabahın hazırlaşması və Qarabağın hazırlaşması bir deyil. Sən Azərbaycan kubokunda rekord qələbə sayın var. Digər tərəfdə isə ilk dəfə çempion olmaq arzusu, ilk dəfə kubok qazanmaq arzusunda olan bir kollektiv var və təkcə bu kubok deyil. Bu həm də onların gələn mövsüm üçün biletidir. Necə Manchester United, Tottenham'in Avropa Liqasının finalı vardı. Onlar 15-ci, 16-cı bitirmişlər. Onlardan biri bilet almalıydı və Sabahın Azərbaycan kubokunun finalına yanaşması həm titul qazanmaq üçün bir imkan idi. Çünki ilk titulunu qazanırdı. Həm də Avropaya bilet üçün tək yol ora qalmışdı. Azərbaycan çempionatında nəticə uğursuz idi. Amma biz mövsüm boyu Berezutskinin futbolunu və onun nəticələrini tənqid eləmişik. Çünki Sabah potensialına uyğun nəticə qazanmadı. Sabah bu çempionatda daha fərqli, daha yaxşı çıxış edib, daha uğurlu nəticə qazanmalıydı. Mən Renduliçin Sabahını daha çox bəyənirdim. Ötən mövsümün xüsusilə sonlarına doğru. Xatırlayırsan, o Avrokuboka getmək uğrunda Neftçini səfərdə məğlub elədilər son oyunda. O temp, o baskı, o futbol. Məsələn, Sabahın hal-hazırki oyuncu profilləri o oyun anlayışına uyğundur. Amma Berezutski daha çox belə kompakt müdafiə olunmağı, hücuma da elə çıxmağı sevən bir oyun anlayışını tətbiq eləməyə çalışır. Bu da təbii ki, bir çox azarkeşlər bəyənmir. Nəticə olaraq bəzi məqamlarda əleyhinə olur, bəzi məqamlarda da lehinə olur. Amma oyun olaraq belə bəlkə də gözə xoş gəlməyən bir oyun planıdır ki, bu da azarkeşləri və bir çox futbol camiasının, belə deyək də, futbol ictimaiyyətini müəyyən mənada razı sala bilmir. Yekun olaraq Azərbaycan kubokunun finalından Avropaya gedən Sabah və onun rəqibləri var da, yəqin ki, növbəti daha ətraflı danışacağıq. Məncə kubokun finalı həm də onu şərtləndirir ki, sən mütləq şəkildə heyəti gücləndirməlisən. Sən Azərbaycanda da yeri gəlmişkən çempionatımızda legioner limiti aradan qaldırıldı. Sən bu yerli oyunçularla, bu yanaşma ilə sən Avropada heç bir şey elə bilən deyilsən. Yəni bunun üçün bir də Qarabağ Azərbaycan azarkeşini o qədər sevinməyə və zəfərlərə alışdırıb ki, azarkeş artıq Azərbaycan çempionu olmaqla Qarabağın funksiyasının bitdiyini düşünmür. Yəni çempion olmuşsan, bu sana kimsin necə? Bu olmalı, bu yox, bu olmalı bir şey. Avropaya getmək üçün vasitədir. Bu olmalı bir şeydir. Bu Qarabağın Azərbaycan çempionu olmağı o qədər adiləşib ki. Yəni çox rahat şəkildə çempion olur və rəqabətsiz çempionatın çempiyonudur. Avropada sənin nəticən uğursuz olanda, çünki Avropada sən gedib 8-də 1 oynayırsansa, 4-də 1 üçün Leverkusenlə oynayırsansa, Çempionlar Liqası qrupunu görürsənsə, sən gəlib sonra Avropada nəticə verməyəndə azarkeş deyir ki, uğursuz oldu. Bəzən buna razılaşmırsan. İndi dostlar var burada yazan ki, yəni niyə uğursuz oldu? Avroliqanın liqa mərhələsində cəmi bir qələbə qazanan komanda və bu komanda özünü öyrəşdirib axı nəticələrə. Playofa çıxmağa heç olmasa öyrəşdirən bir komandanın o işi görə bilməyəndə əlbəttə ki, ümumi baxanda Azərbaycan futbolu adına Avroliqanın qrupuna düşmək belə yaxşı nəticədir. Əlbəttə ki, Avroliqanın qrupuna düşmək çox gözəl nəticədir, möhtəşəm nəticədir. Amma yəni axı bu Qarabağın özü üçün yaxşı nəticə deyil. Qarabağ Azərbaycan çempionatının tempi ilə getsə, Azərbaycan futbolunun tempi ilə getsə, onda heç nə qazanan deyil. Qarabağ ona görə Avropada tanınır ki, ona görə ad qazanıb ki, bu komanda Azərbaycan futbolunun üstündə bir kollektivdir. Sən əgər sən gəlib Azərbaycan futbolunun tempinə ayaq uydursan, onda sənin fərqin qalmayacaq. Elə gedib 1-2 mərhələ keç, uzaqbaşı qrupa düş, vəssalam, bitdi. Bu deyil axı, Qarabağın, Qurbanovun və futbolçuların özlərinin də hədəfi ona görə böyükdür ki, onlar Azərbaycan futbolundan daha fərqli bir məcranın kollektividir.